Salam əziz şagirdlər. Gəlin birlikdə kenguru olimpiyada suallarına baxaq. Birinci sual. Ən çox üçbucaq hansı qutudadır? A variantı. A variantında bir üçbucaq var. B variantı. B variantında 4 üçbucaq var. C variantında isə 2 üçbucaq var. D variantı. D variantında 3 üçbucaq var. E variantı 1 üçbucaq var. Cavab B variantı. Ən çox üçbucaq olan 4'dür. İkinci suala baxaq. Aqil göbələk şəklinin ortadan 2 hissəyə bölür və hissələrini birləşdirir. Hansı variant həmin birləşdirilmiş hissələri göstərir? A variantına baxaq. A variantında ikisi də sola baxır. Ona görə bu A variantı olmur. B variantı. B variantında isə çevirsək, yenə ikisi də sol tərəfə düşür. Ona görə də bu variant deyil. C variantına baxaq. C variantında sol tərəfini çevirsək, yenə ikisi də sol tərəfə keçir. Ona görə C variantı da deyil. D variantı. D variantında ikisini də çevirsək, yenə sola baxır. Ona görə də D variantı deyil. E variantında çevirsək, ikisi də göbələk alınır. Cavab E. Üçüncü şəklə baxaq. Şəkildə eyni ölçülü 5 kərpic var. Kərpiclərdən neçəsi tam olaraq 3 digər kərpicə toxunur? Deməli uşaqlar, burada 2 kərpic 4-nə toxunur. Çünki burada 3 və onun yanında bir dənəsi də var. Ona görə 4-nə toxunur. Amma üstdəkinə baxın. Üstdəki həm 2 kərpicə, həm də altındakına toxunur. İçinə toxunur. Bir də ən altdakı, o da yenə bu kərpiclərə və üstündəkinə toxunur. Ona görə cavab 2. Dördüncü suala baxaq. Bir sandviç və bir meyvə suyu 12 dollardır. Bir sandviç və 2 meyvə suyu 14 dollardır. Bir meyvə suyu neçə dollardır? İndi uşaqlar, birincisində bir meyvə suyu, ikincisində 2 meyvə suyu var. Ona görə 14-dən çıxırıq 12-sini, bərabərdir 2. Deməli, sandviçlər 10 imiş. Amma bizdən meyvə suyunu istəyir deyə biz cavaba 2 yazırıq. 5-ci suala baxaq. Verilmiş şəkildə hər sırada və hər sütunda 2 qəpik olmalıdır. Bunun üçün hansı xanaya qəpik qoyulmalıdır? B xanasında sol tərəfdə 2 qəpik var. Ona görə B xanası deyil. A xanasında 2 qəpik var. Ona görə A və C xanası da deyil. D xanasında üstdən baxsaq da, soldan baxsaq da 1 qəpik var. Ona görə cavab D variantıdır. 6-cı suala baxaq. Meymun Kapitan Cekin xəritəsini bir hissəsini cırıb, Kapitan Cekə xəritəsinin cırılmış hissəsini tapmağa kömək edin. A variantında olan hissə bizim xəritəmizdə var. Ona görə A variantı deyil. C variantında olan hissə bizim xəritəmizdə var. Ona görə C variantı
deyil. D variantında olan hissə bizim xəritəmizdə var. Ona görə D variantı deyil. E variantında olan hissəcik bizim xəritəmizdə var. Ona görə E variantı deyil. B variantında olan hissə bizim xəritəmizdə yoxdur. Ona görə cavab B variantıdır. 7-ci suala baxaq. Əli 4 puzzle parçasını birləşdirərək kvadrat əldə edir. Əlinin əldə etdiyi kvadrat hansı ola bilər? Gördüyünüz kimi sarı rənglərə baxsaq, görərik incə aypara yaranır. Bu hissə aşağı, bu hissə orta, bu hissə isə baş hissədir. Ona görə cavab B variantıdır. Növbəti suala baxaq. Kvadrat xanalardan ibarət kağızın üzərində mürəkkəb dağıldı. Neçə xananın üzərində mürəkkəb var? Birinci cərgədə 4, ikinci cərgədə 6, üçüncü cərgədə 6, dördüncü cərgədə isə 4. Bunları indi toplayırıq. 4 üstəgəl 6, üstəgəl 6, üstəgəl 4 bərabərdir 20. Cavab E variantı. Növbəti 9-cu suala baxaq. Kanga bir ədəd yazdı və ədədin hər bir rəqəminin bir fiqura örtdü. Fərqli rəqəmlər fərqli fiqurlarla, eyni rəqəmlər eyni fiqurlarla örtüldü. Həmin ədəd verilənlərdən hansı ola bilər? Görürsünüz ki, 2 və 3 bir-birinə eynidir. Ona görə variantlarda B variantında eyni deyil. Ona görə B variantı deyil. E variantında 2 və 4 eyni deyil. Ona görə E variantı deyil. C'dən birinci və axırıncılar eynidir. Amma bizimkinsində eyni deyil. D bəndində ikinci, üçüncü və dördüncü eynidir. Amma bizdə elə deyil. Ona görə D variantı deyil. Cavab A variantıdır. 10-cu sualə davam edirik. Qutuların hər birində bir heyvan yatır. Koala və tülkü eyni formalı və üzərində eyni fiqurlar olan qutulardadırlar. Kenguru və dəvəquşu olan qutular üzərində fiqurlar eynidir. İt hansı qutuda yatır? Deməli, 1 və 3-ün fiqurları eynidir. Ona görə 1 və 3 deyil. 2 və 4 fiqurları və şəkilləri eynidir. Ona görə 2 və 4 deyil. Qalan 5 dairə qaldı. Ona görə cavab E variantıdır. 11-ci suala baxaq. Kanga su olan hissələrə toxunmadan hərəkət edərək koalaya çatmaq istəyir. Buna görə o hansı istiqamətlərdən getməlidir? Gəlin əvvəlcə çəkək. 2 addım sağa, 2 addım yuxarı, 2 addım sağa, 2 addım yuxarı, 2 addım yuxarı, 3 addım sağa gəlib çatdıq. Bu uyğunluq A variantındadır. Cavab A variantı. 12-ci suala baxaq. Verilmiş fiqurlardan birində elə bir parça istifadə edilib ki, həmin parça digər fiqurlarda yoxdur. Bu hansı fiqurdur? D variantında düzbucaqlılara
Digərlərində düzbucaqlı yoxdur. Ona görə cavab D variantıdır. Edirik. Şəkildə verilmiş disklərin yuxarıdan görünüşü hansı formadadır? Söhbət bu disklərdən gedir. Mavi, sarı, mavi, yaşıl, qırmızı. Biz yuxarıdan baxdıqda böyükdən sonra kiçikləri görə bilərik. Xeyr, ona görə kiçiklər yoxdur. Qırmızı, növbəti yaşıl, mavi, sarı, mavi. Bunlar A variantında var. Ona görə cavab A variantıdır. Verilmiş möhürü istifadə etdiyimiz zaman hansı şəkil ortaya çıxır? Möhürün həm görünüşü, həm də istiqaməti dəyişir. A variantında elə eynidir. Ona görə A variantı deyil. B variantında görünüşü dəyişib, amma istiqaməti dəyişməyib. Ona görə B variantı deyil. C variantında armudun istiqaməti dəyişməyib. Ona görə C variantı deyil. E variantında isə almanın istiqaməti dəyişməyib. Ona görə E variantı deyil. Cavab D variantıdır. Həm görünüşləri, həm də istiqamətlər dəyişdiyinə görə cavab D variantıdır. 15-ci suala baxaq. Kamal düzbucaqlı formalı kərpiclərdən istifadə edərək kvadrat düzəldir. Birincisində 1 yarım, ikincisində 2 yarım, üçüncüsündə 3 yarım olacaq. 4 tərəf var, ona görə 3'ü 4'e vururuq. Cavab 12. C variantı. Gəlin bunları çəkərək göstərək. 1, 2, 3 1, 2, 3 1, 2, 3 Diğer tarafa geçti. 1, 2, 3 Gəlin indi isə sayaq. 1, 2, 3 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 Cevap 12. C variantı. Anna'nın 4 stikeri var. O ulduzu kvadratı yapıştırdıktan sonra yapıştırır. Deməli, əvvəlcə kvadrat, sonra isə ulduz gəlir. Və ulduzu üçbucağa yapıştırdıktan əvvəl yapıştırır. Deməli, ulduzdan sonra üçbucaq gəlir. Ən sonda Anna hansı şəkli ala bilər? A variantında ulduz üçbucaqdan öndə gəlir. Ona görə A variantı deyil. Həmçinin B variantında da uyğun deyil. Çünki eynidir. C variantında isə birinci üçbucaq, sonra isə ulduz gəlib. Ona görə C variantı da deyil. D variantında isə üçbucaq, sonra isə ulduz gəlib. Ona görə D variantı deyil. E variantında birinci kvadrat, ikinci ulduz, üçüncü isə üçbucaq gəlib. Ona görə cavab E variantıdır. Növbəti 18-ci suala baxaq.
Verilmiş variantlarda çəmənliklər göstərilib. Çəmənliklərdən hansı ən kiçikdir? Gəlin üçbucaqları sayaq. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə üçbucaq var. Tunda isə 1, 2, 3, 4, 5, 6, 7, 8. C variantında 1, 2, 3, 4, 5, 6, 7, 8. D variantında 1, 2, 3, 4, 5, 6, 7, 8. E variantında ise 1, 2, 3, 4, 5, 6, 7, 8. Cevap A variantı. Çünkü A variantında 7'dir. 20. suala baxaq. Dino girişdən çıxışa doğru otaqlardan keçərək hərəkət edir. O, hər otaqdan sadəcə bir dəfə keçə bilər. Dino keçdiyi otaqların nömrələrini toplayır. Onun ala biləcəyi ən böyük cəm hansıdır? Bunun üçün ikinci otaqdan başqa bütün otaqlar keçək ki, cəm böyük alınsın. Birinci otaqdan, 5-ci, 6-cı, 7-ci, 8-ci otaqdan, 4-cü və 8-ci otaqdan. 1-in üstünə 5, 5-in üstünə 6, 6'nın üstüne 7, 7'nin üstüne 3, 3'ün üstüne 4, 4 üste gelirse 5, 8. Beraberdir. 1 üstüne 5, 6, 6 üstüne 6, 12, 12 üstüne 7, 19, 19 üstüne 3, 22, 22'nin üstüne 4, 26, 26 üstüne 8, 34. Cevap D variantı.